dənə pələng tapa bilməzsən? Bizim qonşuda. Nə var, pələng var, bibi? Yox, bir dənə it var. Davay. Pələng boydadır. Davay. Deyirlər ki, atası şirdir. Sonra? Anası da pələngdir. Sonra? Adını da qoyublar şir pələng. Pələng onun yanında qələt edir. Laf yaxşı. Gətir onu, aformit eləyək bir gün. Qalsın burada, pələng yerinə, qonaqlar gedəndən sonra verərik maaşı da yeməyinə səni aparıb qaytararsan. Qurbandır sizə. Biz ismim müəllim. Hoş gəlmişsiniz. Həmişə siz gələsiniz, biz sizi gözləyirdik. Sağ olun. Qohumlar, heyvanlar necədir? Çox sağ ol, yaxşıdır. Nə gözəl havası var. Qurbandır buralar sizə. İstəyirsiniz sizin üçün gözəl bir uçaqlıq ayıraq burada. Gözəl, şəraitli. Çox sağ olun, sağ ol. Sizdə İlan var? Əlbəttə var. Ağı, qarası, sarısı, göyü. Lazım deyil. Mən İlanla görüşməliyəm. Bağışlayın, biz Nesmin müəllim, siz niyə gedib İlanla görüşəsiniz? Bu saat İlanı sürüyüb salarıq sizin ayağınızın altına. Bir də mən pələng istədim, pələngi sürüyüb getirdik buna. Bağışlayın, pələngimiz bir gün yoxdur şəhərə çıxıb gəzməyə. Gedib icazə ilə. 10 tarafla yumurta getirmişəm, qoymuşam ora. Daha hamısını evə aparma xasiyyəti bilirəm. 5'ini yaparsan, 5'ini de verirsən buna. Çox sağ olun, baş üstə. Sonra sən qurbağa yemirsən. Hələ yox. Onda bütün qurbağaları verərsən ona. Baş üstə. Biz Nesmin müəllim, soruşmaq ayıp olmasın. Bu ilan, soruşmaq ayıp olmasın. Bu ilan nəyinizdir, qohumunuzdur? Qohum deyəndə ki, biz kətlənik, bibimdir. Bu dəfəsə bir nəfər şəhərdə sizi çağırır. Əlbət tutuluşudur, nabzına gələn danışına. Bu bizim daxili problemdir, üzr istəyirəm. Gedək onun dərsini verərik. Buyurun. Xahiş edirəm, buyurun. Saat. Ay cəmaat! Kömək edin! Bunlara nə olur belə? Bura gələn kimi salırlar məni qəfəsə. Bu boyda şey gəlib salırlar qəfəsə. Sənə mən nə deyim? Axı mən belə tapşırmamışdım. Elə bildim keçidi qatıbdı. Demədin Şahta baba kimi geyindi. Bundan sonra mən sənin məsul bir iş tapşırmayacağım. Bugün Açın. Bu işini bırakın. Başla. Mərahim. 100 dollar. Mərahim. 100 dollar. Ay sağ ol. İbili 150 dollar. Yaz ora. İbili 150 dollar. Məhərrəm 150 dollar. Ana yaz da neybe lazım, yalandan yazılır. Yazdım 150. Azı bəsdir, gələnlər qoy görsün ki yazılıb. Ay kimsə gəlir. Ay mübarək olsun. Böyük toyuna gələk. Mənim qonşudur ya. Yağa şey. Qonşusuz. Xahiş edirəm. Dilarə 10 şirvan. Diyan yazma lan, nə 10 şirvan? Bacım, hələ o stolun bir nəfərin yeməyi 10 şirvan edir. Necə ya? 10 şirvan olmazsa qonşusan axı, bir 50 dollar, 100 dollar, nə gəlir? Başa düşmədim, axı pulum yoxdur. Pulun yoxdur, toya nöş gəlmişsin, yoxdur, get borc elə gəl. Dilarə. Necə borc
qonşu. olmaz, heç olmasa 20 şirvanda, hə, gör neymərsən. Ata hardan alım? Hardan alacaqsan? Qonşudan, oradan, burada. Olmamış olmaz burada. Sən bir... Arbacı, ataların bir sözü var, sahip gelmişsen sahip gelersin. İndi o da geleceksen, dostum ya. Dilarə xanım nə qədər? 20 şirvan. 20 şirvan. 20 şirvan, Allah canım sağ eləsin, yaz ona. At ora. Çox mu? Balon üçün olsun. Çok sağ ol sizin balalarınız. Keçin yuxarı baş. Keçin, Ölmedim. keçin. Keçin yuxarı baş. Qonşular üçün bir musiqi. Hə. Gələn kim? Salam aleyküm. Salam aleyküm. Mübarək olsun. Salam aleyküm. Sən kimsən? Zəhmət olmasa. Qaffar. Qonşu qaffar. Oh, Qaffar. Qaffar. 5 şirvan. 5. Ha. Ha, nə 5 şirvan? 5 şirvan heç stolun yemeği eləmir də, sən də 5 şirvan salmışsan. 5 şirvan olar. Sən bilməli qulaq, sənin neçə uşağın var? 5. Oğlan doğamsı. 4 oğlanlı biri kız. Gördüğü oğlan elə 50 dollardan 200 dollar bu edir. Sabah biz də gəlməliyik. Bəli. Ha, yaz heç olmasa 100 dollar ha. Bəli. Sahip gelmişsen sahip gelerik. 100 dolları çok. Qaffar. Adana gözler mi beledmişsən sen ona da ha? Ne kadar? 100 dolar. 100 dollar. Qonşu, Yaxşı, yaxşı bir yok 40 şirvan. Cehennem. 35 olsa. Yo yo sen. Yo, 40 şirvan. Sayat ora. Yakın qonşu qohumdan irəli. 40 şirvan ha sonra görürüz. Allah xeyir versin. Hele o 100 dollardan çıkar bir şirvan ver. Ayıbı yoktur can sağ olsun. Keç başa. Qonşular üçün bir musiqi. Başa. Keçin. Allah canını sağ eləsin. Müəllim, işlər yaxşı gedir. Vallahi bana Xəcalət elədisən. İçme. Rul arxasında içme. Ne kadar deyərlər. Ay balam bu içkini görür, arağı görür. Her şey yatdan çıxır da. Arvad, uşaq, hamısı yatdan çıxır da. Bak şuna bəstələ deyindin də, bax. İndi də içmişəm. Çaşdıracaqsan indi. Şimdi daha çıksa qabağımızı kəssə, onda neyin bir dənələ ağzına o arağını iyi gəlsə, belə şey olar. Sən Allah bəstə. Ay Allah, bircə bizi saxlayıb. Mən dayılarla dil taparam, amma sənlə dil tapmaq çək. 910 sayı. Sağda saxlam. 910. Bravo. Dövlət yol polisi baş tercih Qafarlıoğlu. Bəli, işləyəm bu reis. İçmişsiniz. Mən duram da içmirəm. İçməmişsiniz. Ben görürüm səhərdən 8 yaza gedirsən yolları. Önün dur ki, içmişəm, yoxluyum. Vətəndaş, içmişsiniz boynunuzu alın. Bir dəqiqə xahiş edirəm. Siz içkili de boynu almaq istəmir. Al yoxla. Başda. Siz demək istəyirsiniz ki, içməmişsiniz. Bəli, içməmişəm. Xahiş edirəm suyu. Necə yəni içməmişsiniz? Bəs bu göstərir ki, siz içkilisiniz axı. Sizin aparatınız xarab olur, işləmir. Siz nə danışırsınız? Aparat xarab ola bilməz. Yox. Aparat işləyir. Aparat da texnikadır, bir də yolda xarab olur. Aparat düz işləmir, mən yoldaşımı. Hayır bazı. Demək istəyirsiniz ki, bizim aparat yaxşı göstərmir, hə? Bəli. Nə olar? Biz bu dəqiqə yoxlayarıq. Bax, xahiş edirəm siz də bir dəqiqə yoxlayırsınız. Mən də içmişəm. Biz bu göy göstərdi axı yerə. Sizin aparatınız düz işləmir. Xarabdır da işləmir. Xarabdır. Bilirsiniz nə var? Mən içmişəm, o içir. Bəli. Bəlkə uşağı da yoxlayaq. Ha, yoxlayın uşaq. Olar, uşağı da olar, bu dəqiqə uşağı da yoxlayarıq. Oğlum, zəhmət olmazsa siz də bir boy elə. Boşa düşə bilmədim. Uşaq da içib demək. Düz işləmirdə. Gördünüz? Deyirəm aparat xarabdır da, nə oldu? Bütün ailəliklə seanska dörük ki. Bağışlayın, üzr istəyirəm.
Yaxşı yol sizə, xoş getdiniz. Çox sağ olun rəis. Üzr istəyirik. Sağ olun. Gördün arvad, elə hey deyirdin ki, uşağa içki vermə, içki vermə.